Hər vaxtınız xeyir olsun. Fiqur cədvəllərinin izahına baxırıq. Burada hansı tipdə suallar qarşımıza çıxa bilər? Konkret nümunələr üzərində izaha baxacağıq. İlk öncə normal bildiyimiz cədvəllərdə olduğu kimi fiqur cədvəllərində də cədvəl daxilində müxtəlif fiqurlar verilib, sol yuxarı küncdə də operator verilir və həmin fiqurların birləşməsi nəticəsində başqa bir fiqur alınır. İndi məsəl üçün birinci suala baxaq. Birinci sualda sol yuxarı küncdə verilən bu fiqur operator ifadə edir. Yəni üçbucaq və ağ üçbucağın birləşməsi nəticəsində, operator tətbiq olunması nəticəsində biz qara dairə alırıq və s. Sualda görürük ki, birinci mötərizənin içərisində nə verilib? Ağ üçbucaq və ağ kvadrat. Baxıram, ağ üçbucaq burada, ağ kvadrat burada. Bunların kəsişməsini bizə nə verir? Beşbucaq verir. Onda bu mötərizənin içərisi olur qara beşbucaqlı. İkinci mötərizənin içərisinə baxıram. Qara dairə və ağ üçbucaq. Qara dairə buradadır, ağ üçbucaq da burada. O ikisinin kəsişməsində nə var? Ağ kvadrat var. İndi növbəti nə aldım? Qara beşbucaqlı və ağ kvadrat. İndi baxıram, qara beşbucaq və ağ kvadrat kəsişməsində nə var? Ağ üçbucaq var. Onda bu operatorun qiyməti olacaq ağ üçbucaq. A variantı doğru cavab olur. İkinci sualda həmçinin eyni tip sualdır. Yenə mötərizələrin içərisinə baxmalıyıq. A operator D. A operator D bizə nə verəcək? A-nı verəcək. Birinci mötərizənin içərisi oldu A. Daha sonra görürəm ki, A operator C var. Gəlin A operator C-yə baxaq. A-nı buradan götürürəm. C-ni də buradan. A operator C bizə nə verir? D-ni verir. Onda bu mötərizənin içərisi bütövlükdə D-dir. Nə görürəm? Görürəm ki, birinci mötərizənin içərisi oldu bütövlükdə D. Daha sonra burada nə var? D operator, sual operator C bərabərdir C. Mən bunun içərisi nədir bilmirəm. Amma onu bilirəm ki, D ilə həmin burada dayanan ifadə bizə C-ni verir. D ilə hansı ifadə bizə C-ni verəcək? Baxıram ki, D və C-nin kəsişməsi bizə C verir. Ona belə çıxır ki, bu mötərizənin içərisi C-dir. Yəni sual operator C bərabər olmalıdır C-yə. Bu nə deməkdir bəs? C ilə hansısa bir operatorun kəsişdirirəm və nəticəsi bizə C verir. C ilə hansı operatorun kəsişməsi bizə C-ni verir? Baxıram ki, C ilə D-nin kəsişməsi bizə C-ni verir. Onda sual nəyə bərabər olur? Sual D-yə bərabər olmuş olur. Həqiqətən də D və C operatorlarının birləşməsi, kəsişməsi və ya da belə deyə bilərik, bizə nəyi verəcək? C-ni verəcək. Sual D olmuş oldu. D hərfi oldu. Doğru cavab D variantı. Üçüncü sualda bu tip sual nümunələrində cədvəlin daxilindən hər hansısa fiqur kombinasiyası kəsilib götürülür və hər bir fiqur müxtəlif hərflərlə işarə olunur. Məsələn, baxıram burada 6 bucaq verilib, altında 2 dənə G hərfi qoşa yan-yana. Bu deməkdir ki, buradakı 6 bucaq simvolunun altında 2 dənə eyni fiqur olmalıdır. Mən 6 bucaqların yerinə baxıram. Məsələn, burada 6 bucaq var, amma altındakılar eyni fiqur deyil. Burada 6 bucaq var, amma altındakılar eyni fiqur deyil. 6 bucaq olsun və altında dayanan fiqurlar eyni olsun. Mən o hissəni burada görürəm. 2 dənə üçbucaq. Deməli, həmin hissə bu hissədir. Onda fiqurların yerinə nə dayanmış oldu? Belə çıxır ki, bu ağ üçbucaq G hərfi imiş. Buradakı X formasında olan da nədir? F-dir. Bu hissəni aldıq. G-nin yerinə ağ üçbucaq, F-in də yerinə dairə ortası X. İndi görürəm ki, burada belə bir ifadə verib. F-lərin yerinə dairə ortası X yazıram. Belə bir hissə almalıyam, belə bir hissə almalıyam. X-lar bu formada dayanmalıdır. Bir-birinə çarpaz formada. Və burada dayanan çarpaz hərflər də J ilə H. Mən o çarpazları harda görürəm? Baxın, burada görürəm, burada görürəm, bir də burada görürəm. İndi bu 3 dənə hissəyə baxsam,
Görək hansı bura uyğundur. Biri budur, biri buradakıdır, biri də buradakıdır. Bu uyğun gəlmir. Çünki əgər bu F olsa, axı bu üçbucaq G-dir, bizə də H lazımdır. Bu hissə getdi. Bu da həmçinin G-dir. Bizə bu da lazım deyil. Amma bu ola bilər. Aşağıda olan uyğun gələ bilər. Buralar F olsa, buralar F olsa, gəlib altıbucaqlının yerinə H düşəcək. Ulduzun da yerinə nə düşəcək? J. Deməli J nə oldu? Ulduz. H da oldu altı bucaqlı. Ulduz və altı bucaqlı C variantı uyğun olmuş oldu. Dördüncü sualda hər birində oxların vəziyyətinə baxmaq lazımdır. Sətir üzrə təkrarlanmalıdır. Birinci baxıram yuxarı gedən ox, sola gedən, aşağı gedən, aşağı, yuxarı, sola. Növbəti baxıram burada. Sol var, aşağı var. Hansı çatışmır? Yuxarı gedən ox çatışmır. Deməli, variantlarda bizə yuxarı gedən ox lazımdır. Növbəti nəyə baxa bilərəm? Aşağıdakı xəttlər 1-dir, 2-dir, 3-dür. Burada 3-dür, 1-dir, 2-dir, 2-dir, 3-dür. Xəttlərin sayı 1 olmalıdır. Burada 3 dənə xətt var. D variantı gedir. E variantı doğru cavab olur. 5-ci sualı həmçinin. 5-ci sualda eyni tipdə cədvəllərə ya sətr üzrə, ya da sütun üzrə baxıram və oxşar olan xüsusiyyətlərə baxıram. Görürəm, hər bir sətirdə dairə, romb və kvadrat var. Dairə, romb və kvadrat. Romb, kvadrat, dairə, kvadrat, dairə. Növbəti nə olmalıdır? Növbəti romb olmalıdır. Yəni, romb olan variantlar ya B ya da D'dir. İndi rənglərinə baxıram. 2 rəng var, 3 dənə rəngli, 1 dənə rəngli. 1, 2, 3 rəngli xanası var. 3 xanası, 1 xanası. İndi burada da 2 dənə xanası rəngli olmalıdır. Bu da B variantında doğru formada verilib. 6-cı suallarda, bu tip suallarda nə edirik? Burada birinci və ikinci fiqurlardan, ola bilər 1 ilə 3-dən və yaxud da ki 2 ilə 3-dən digər bir fiqur almağa çalışır. Bəzən ortaqları götürür, bəzən də ortaq olan hissələri atıb fərqli hissələri götürür. Burada qanuna uyğunluq nədir? Baxıram birinci fiqur daha böyük demək, daha çox xətt sayıları var. İkinci, buna da üçüncü, buna birinci fiqur desək, birinci fiqur ikinci ilə üçüncü fiqurun üst-üstə qoyulması nəticəsində yaranır. Həqiqətən də gətirib buradakını bunun üstünə qoymuş olsaq, belə bir hissə alacağıq. O da birinci şəkildə qeyd olunur. Və yaxud da ki, burada gətirib qoysaq, elə birinci şəkil almış olarıq. Başqa cür də deyə bilərik ki, ikincini birincinin üstündən çıxır. Necə? Məsəl üçün, ikincidə hansı xəttlər var? Belə bir xəttlər var. Daha sonra bu var. Yerdə qalan hissə hansıdır bəs? Yerdə qalan hissəyə baxaq. Dairə. Bir də ki, daxilində üçbucaq. O da deyil, burada verilib. İndi nə edir? Birincidən ikincini çıxır. Bu kvadrata çıxsam yerdə nə qalır? Ağ üçbucaq qalır. Bu da A variantında doğru formada verilib. Daha sonra 8-ci sualda. 8-ci sualda görürəm ki, burada boşluq var. Və fiqurlar cədvəl formada təsvir olunur. İkinci sətirdən baxsam, üçbucaq, dairə, kvadrat var. Bu şəkildə sətr üzrə baxanda keçid necə baş verib? Kvadrat, üçbucaq, dairə və görürəm ki, rənglər eyni qalmaq şərti ilə daxildən xaricə doğru fiqurlar çıxır. Burada nə olub? Dairə çıxıb, sonra kvadrat, sonra üçbucaq. İndi burada birinci dairə çıxdı, sonra kvadrat, sonra üçbucaq. İndi hansı çıxır? Mərkəzdəki çıxır. Demək olacaq üçbucaq, özə rəngi ağ olacaq. Sonra onun daxilində dairə olacaq. Hansı ki dairə qaradır. Və daha sonra nə olur? Kvadrat. Kvadrat ağ rəngdir, ancaq onun daxilindəki dairə qara formada olmuş olacaqdır. Variantlara da baxıram. Üçbucaq olmalıdır.
daxilində dairə olmalıdır və rəngi qara olmalıdır. Onu da daxilində ağ kvadrat, bu da B variantında doğru formada təsvir olunub. 10-cu sualda birinci və ikinci səsi üzrə baxsam, birinci və ikincidən üçüncünü necə alır? Gətirib üst-üstə qoysaq, birinci ilə ikincini üst-üstə qoysaq, bu formada üst-üstə qoyuruq. Belə bir hissə alındı. Mən baxıram ki, buradan bu birisini necə alır? Görürəm ki, eyni olan xətləri atır, fərqli olan xətləri birləşdirir. Eyni olanları atır, fərqli olanları birləşdirir. Və belə bir hissə alır. Həqiqətən də burada elə bir hissə təsvir olunub. Birinci və ikinci şəkilləri üst-üstə qoyur, eyniləri atır, fərqliləri götürür. İndi biz də birinci ilə ikincini üst-üstə qoyub eyniləri atacağıq. Mən gətirib birincini ikincinin üstündə çəkirəm. Bu və bu. Fərqli olan hissələr hansılardır? Bir dənə orta üst-üstə düşdü. Ona görə bizdə orta olmamalıdır. Ortası olan hissələrə çıxıram. Kənarlar tək olan hissələr hansıdır? Bu. 4 bir hissə. Yəni kvadrat formasında olan bir hissə fərqli olan olmalıdır. 11 tipli suallar ağ-qara prinsipidir. Ağ-qara prinsipi nədir? Burada eyni mövqelərə baxılır, eyni mövqedə dayanan hissələrin rənglərinə baxılır. 4 cür ola bilər. Ağ və ağ ola bilər, ağ və qara olar, qara ilə ağ olar, bir də qara ilə qara ola bilər. Məsələn, indi burada baxıram. Bu xətlər bu formadadır da. Bura ağdır, bura qara. Nəticəsi nə olub? Qara olub. Deməli, ağla qaranın nəticəsi qaradır. Daha sonra ağ və ağ. Nəticəsi nədir? Qara. Ağla ağın nəticəsi qaradır. Növbəti qara ilə ağ. Nəticəsi bizə qara verib. Qara ilə ağ qaradır. Qaldı qara ilə qara. Bura qaradır, burada qaradır. Nəticəsi ağ alınıb. Bu da oldu ağ. Həmçinin ikinci sətirdə də bunu yoxlaya bilərik. Tətbiq edirəm üçüncüyə. Ən üst hissədə ağ var. Ağla ağ nə verəcək? Qara. Yuxarısı qara olmayan Y variantını atıram. Sol hissəyə baxıram. Ağ və qara. Ağ və qara bizə verməlidir qaranı. Bura ağdır, bura ağdır. Bu iki variant getdi. Burada ağdır. D də getdi. Yerdə C variantı qalmış oldu. 12. 12-də qara və ağ hissəciklər var ki, onların hərəkətinə baxaq. Qara hissə buradan keçib bir vahid sadəqrəb istiqamətində bir vahid hərəkət edir. Sonra buradan gəldi aşağıya doğru. Burada da yoxlayıram ikinci sətr üçün. Buradan bir vahid gəldi, keçdi bura. Bir vahid də hərəkət edib gəldi bura. İndi sualda buradadır. Bir vahid hərəkət etdi, gəldi bura. Və bir vahid də hərəkət edib bu xəttin üstündə dayanmalıdır. Bu xəttin üstündə deyil, getdi. Burada deyil, getdi. Adı burada deyil, getdi. Ya D'dir, ya da Y variantında. Üçbucaq hansı istiqamətə doğru hərəkət edir? Sadəqrəb istiqamətində. Yəni üçbucağın təpə hissəsi, bu hissəsi sağa doğru baxır, yuxarıya doğru baxır. Burada da həmçinin elə. Onda burada da gələndə üçbucağın təpə hissəsi yuxarıya doğru baxacaq. Burada isə təpə hissəsi aşağı baxır. Yanlışdır. Bu tamamilə doğrudur. Y variantında ki, təpə hissəsi yuxarı baxır. Ağın hərəkətini də izləməklə tapmaq olardı. Ağ hardadır? Bir dəfə buradadır. Görək, ağ necə hərəkət edir? Buradan gəlib bu tərəfə. 1, 2, 3 dama hərəkət edir. Sonra 1, 2, 3 dama hərəkət edir. İndi burada da gəlib 1, 2, 3 hərəkət edir. Burada olur. Növbəti 1, 2, 3 hərəkət edib burada. Eyni xəttin üstündə olurlar. Sadəcə biri yuxarı, biri aşağı istiqamətdə. Yəni biri sadəqrəbi, biri sadəqrəbin əks istiqamətində hərəkət edir. Y variantı bizə doğru cavab oldu. 13-cü sualda. 13-cü sualda qaraların və qara dairələrin, qara kvadratların hər birinin fərqli hərəkət var. Qara kvadrat bir yuxarı qalxdı. Hər dəfəsində bir yuxarı qalxır. Daha sonra burada olanda nə olur bəs? Bir vahid aşağı düşür. Burada da görürəm ki, qara buradadır. Bir vahid sağa keçib,
Yəni bir vahiddə həmin keçdiyi istiqamətdə yuxarı qalxmış olacaq. Yəni B, A, D və Y variantları getmiş olur. Bir dənə əlimizdə C variantı qalır. Bu qara hissənin hərəkətinə görə tapdıq. Həmçinin dairələrə görə də tapmaq olardı. Dairələr bu ikisi bir hər istiqamətdə hərəkət edir. Bu da belə. Bu balaca yuxarı doğru gedir. Bu iki dənə qoşa aşağı doğru getmiş olur. Yəni bu yuxarı qalxandan sonra təzədən gəlir, neynir? Başa qayıdır burdan. Amma sadəcə qaraya görə tapa bildik. Növbəti 15-ci sualda məsələn. 15-ci sualda görəm ki, cədvəldə bu hissəsi boşdur. Və olanda bu soldakı və yuxarı hissədəkilərdən cədvəlin daxilində olan hissələri alıram. Bu iki hissədən nə almışam? Ağ kvadrat almışam. Ağ kvadrat görürəm ki, hər ikisində olan hissələrdir. Neynir deməli? Hər ikisində ortaq olan hissələri götürür. Sualın yerinə baxıram. Sual hardan alınıb? Bu ikisindən. Hər ikisində ortaq olan nədir? Qara kvadratdır. Bu səbəbdən də doğru cavab olacaq. Sadəcə olaraq qara kvadrat D variantı. Sonra keçək 19-cu suala. 19-cu sualda fiqurlara diqqət yetirirəm. Bu hissə bu fiqurdan birinci sətirdə var, ikinci sətirdə var, deməli üçüncü sətirdə də olmalıdır. Çünki yerdə qalan digər fiqurlardan var. Məsəl üçün üçbucaq burada var, burada da var, həmçinin burada da var. Digər fiqur, bu pilus formasında olan fiqur burada da var, burada da var, burada da var. Çatışmayan hansı fiqurdur? Çatışmayan belə bir fiqurdur. Belə bir fiqur olmalıdır. Deməli, elə fiqur olmayan variantlar A-nı, Y-ni və C-ni atıram. Üstündəki xətlərə baxıram sadəcə. Belə bir pilus formasında xət. Pilus formasında xət burada da var, burada da var. Növbəti hansı xətdir? O formasında olan xət. Biri buradadır, biri buradadır. Baxıram ki, ox formasında olan xət 3-cü sətirdə yoxdur. Deməli, nə lazımdır bizə? Ox formasında olan lazımdır. Bu da B variantında təsvir olunubdur. 21. 21-ci sual. Birincidə 4 dənə plus işarəsi var. İkincidə 2 dənədir. Burada 2 dənədir. Burada 3, burada 1, burada 2-dir. 3, 1 nə olacaq? 4 üstəgəldən 2 dənəsini çıxır. Nəticəsini 2 verir. 3-dən 1-in çıxır, nəticəsi 2 olur. Amma bəzən bunları çöldə yazır, bəzən də içəridə yazır. Niyə? Sayı üstünlük təşkil eləyənlər çöldə yazılıbsa, orada cavabda da çöldə yazılacaq. Burada baxıram, sayı üstünlük təşkil eləyən piluslar çöldə yazılanlardır. Yəni xaricdə yazılanlardır. Və nəticədə cavabda bizdə 3 çıx 1, yəni 2 dənə pilus işarəsi olacaq. Hansı ki, onlar kvadratın xaricində təsvir olunacaq. Burada 2 dənə dama daxildədir. Burada 3-dür. Burada 3-dür. Burada 1-dir. 2 dənədir və xaricdədir. Doğru cavab A variantı olmuş olur. Növbəti baxaq 23-ə. 23-də hər bir hissəyə ayrılıqda baxıram. Sətr üzrə baxsam, qara kvadrat, qara dairə, ağ dairə, boz dairə. Ağ, boz, qara, boz, qara. Nə olmalıdır indi? Ağ dairə olmalıdır. Burada bozdur, burada qaradır. Daxildəkilərə baxıram. Ştrix, yəni boz deyək də buna. Boz, qara, ağ, boz, qara. Növbəti qara, ağ və boz. Yəni ştrixli olacaq. Ştrixli olanda Y variantı gedir. Ya B-dir, ya da C-dir. İndi üstəgəllərin işarəsi yerinə baxıram. Üstəgəl yuxarıdadır, soldadır, aşağıdadır. Soldadır, aşağıdadır, yuxarıdadır. Aşağıdadır, yuxarıdadır. Nə olmalıdır? Sol hissədə olmalıdır. B variantı bu səbəbdən doğru olmuş olacaq. 29-cu suala baxaq. 29-da nə edir? Sətr üzrə baxsaq, birinci və ikincidən üçüncünü almağa çalışır. Bəs burada nə iş görür? Birinci fiquru açır.
qaranı sol tərəfə doğru açır. Bu bozu da sağ tərəfə doğru açır. Burada boz yazaq. Bəs ikincidə nə edir? İkincidə də içəriyə doğru qatlayır. Bura gəlir, qara düşür, qara hissə. Burada gəlir, boz hissə düşür. Daha sonra onları üst-üstə qoyur. Yəni ki, burada açılan hissədən ortasını boş saxlayır. Bura qara oldu, hansı ki bu tərəfdə oldu boz, birinci şəkil. İkinci şəkildə də alınan hissəni gətirib bunun ortasına qoyur. Bura olur qara, burada olur boz rəng. Və nəticədə belə bir fiqur alınmış olur. İkincidə də həmçinin eynidir. İndi üçüncüyə tətbiq edirəm. Nə edəcəm? Birinci veriləni açıram. Sola doğru boz açılır. Sağ tərəfə doğru isə qara hissə açılır. Bu hissəni də qatlayır. Qara gəlib bura düşür. Boz gəlir bura düşür. Bunu da gətirir, nə edir? Fiqurun ortasına qoyur. Ortasına qoyanda qara hissə burada olur. Boz hissə də burada olur. Bizə də belə bir cavab lazımdır. Burası boz, burası qara. Burası qara, burası boz. Bəli, elə D variantında doğru formada təsvir olunubdur. Keçirik növbəti 32-ci suala. 32-ci sualda yenə də cədvəldə sətr üzrə baxsam, bu fiquru harda görürəm mən? Bunun daxilində olan fiqur həmçinin baxın burdadır. İkinci sətirdə burdadır. O görə üçüncü sətirdə varmı eyni fiqurdan? Bəli, üçüncü sətirdə də eyni fiqurun eynisi var burada. Növbəti nəyə baxıram? Bəs görək bu fiqurun eynisi hardadır? Bu fiqurun eynisi hardadır? Buradadır. Növbəti hardadır? Görürəm ki, bu hissədə fiqurun eynisi verilib. İndi bizə nə lazımdır? Bizə bu lazımdır, bu fiqur. Bu fiqurun eynisi bu ikinci sətrin birinci yerində verilib. Deməli, üçüncü sətirdə də o fiqurun eynisi olmalıdır. Deməli, nə olmalıdır? Belə bir hissə və sonda belə bir hissə. Bizdə də bu görürük ki, B variantında doğru formada təsvir olunubdur. Ona görə də doğru cavab olur B variantı. 35-ci sual. 35-ci sualda baxıram sətr üzrə birinci və ikinci şəkillərdən, bura birinci şəkil, bura ikinci, bura üçüncü şəkil deyək. Üçüncü şəkil almağa çalışıram. Bu şəkilləri gətirib üst-üstə təsvir etsəm, ikincini gətirib birincinin üstünə qoysam. İkincini birincinin üstünə qoysaq, bu xətt üst-üstə düşür. Belə bir xətt yaranır. İndi nə oldu? Üst-üstə düşənləri silir. Yəni, hansılar üst-üstə düşdü? Bu hissə ilə bu hissə üst-üstə düşdü. Yerdə qalan hissə hansıdır? Bu aşağılar. Onu da gətirib burada yazdı. Deməli, birləşdirir, 1 ilə 2-ni üst-üstə qoyur. Ortaq olanları çıxır. Yenə ikinci üçün də yoxlayaq. İkincini gətirib bunun üstünü təsvir edək. Bunları üst-üstə qoyduq. Üst-üstə qoyduqlarımızı nə etməliyik? Çıxmalıyıq. Bu hissəni çıxandan sonra əlimizdə hansı hissə qalır? Sadəcə bu sağ tərəfdəki hissə da burada verilib. İndi nə edirik? İkincini gətirib birincinin üstünə çəkirəm. Buradan çəkdim. Ortaq olanları çıxıram. Ortaq olan da təbii ki buradır. Yerdə bir dənə belə bir hissə qalır. Belə bir hissə qalır. O da Y variantında doğru formada verilib. Davam edək. Məsələn, baxaq 37-ci suala. 37-ci sualda qara və ağ hissəciklər ayrı hərəkət edir. Məsələn, ağ hissəciyin hərəkətinə baxıram. Sağ tərəfə doğrudur. Sonra baxır necə küncə 45 dərəcə saatın əksinə hərəkət edir. Sonra 1:45-də hərəkət edir, bura gəlir. Buradadır. 45 hərəkət elədi, bura gəldi. 45 bura gəldi. Buradadır. 45 hərəkət edib küncə baxır. Sonra da 45 hərəkət edib sağ tərəfə doğru baxmalıdır. C-də yanlışdır, A-da yanlışdır. B, D və Y variantlarında doğrudur. Növbəti baxıram nəyin hərəkətinə? Bu qara hissənin hərəkətinə. O da buradadır.
Sonra 1,45 sadəqrəb istiqamətində nə edib? Hərəkət edib. 1,45 dərəcə hərəkət edib gəlib bura üstə düşüb. Buradadır. 1,45 hərəkət edir. Bu formada sonra digər küncə gedir. Buradadır. Formada getdi. İndi nə etməlidir? Bu formada bir fiqur alınmalıdır. O da Y variantında düzgün verilib. 40-cı sual. 40-cı sualda hərəkətlərə baxmalıyam. Verilən hissələrin hərəkətinə baxmalıyam. Birinci şəkildə görəm üfüqi formada verilən 1-dədir. Burada 2-cidədir. Burada 3-cüdədir. Bəs o biri görünməyənlər, bəzisində görünüb, bəzisində görünməyənlər. Məsələn, bu uzun xətlər. Uzun xətləri görürəm ki, mövqeyi 1-dədir, amma burada o görünmür. Çünki üfüqi formada verilən onun üstünü tutub, qoymur görünsün. Həmçinin ikinci sətirdə də baxıram ki, bu üfüqi olan 1-dədir, 2-dədir, indi də 3-dədir. Və bu görürəm birincidəki əslində ağ olmalıdır. Ağın mövqeyidir ki, o gəlib 1-də onun üstünü örtüb. İkincidəki nöqtələrdir. Gəlib buradakı üfüqi xətt onun üstünü örtüb. Üçüncüdə də uzun olan xətlərdir ki, gəlib onun üstünü örtüb. İndi sual tələb olunan yerə baxıram. Bu üfüqi xətlər 1-dədir, 2-dədir. İndi üfüqi xətlər 3-də olmalıdır. Yəni, baxın, A-dakı, B-də, C-də və Y-dəki kimi. D-də isə üfüqi xətlər yoxdur. Nöqtələrin yerinə baxıram. Nöqtələr 3-dədir. İndi 3-dədir. Və sonra da 3-də olmalıdırlar. Amma dedik ki, üfüqi gəlir 3-ün üstünü örtür. Onda belə çıxır ki, bizdə nöqtələrin üstü örtülməlidir. Yəni, mən A variantı və B variantındakı kimi nöqtələri görə bilmərəm. Əlimizdə C və Y variantı qaldı. O da üfüqi zolaqların yerinə görə bilirəm. Üfüqi zolaqlar ikinci sıradadır. Bu fiqurda üfüqi zolaqların üstünü gəlib, daha doğrusu şaquli zolaqlardır. Üfüqi zolaq gəlib o şaqulinin üstünü örtüb. Deməli, bu üçüncüyə keçəndə artıq onun üstündən çəkiləcək və ikinci yerdə şaquli zolaqlar dayanacaq. Bu səbəbdən də C variantı doğru olmuş olur. Sonra 43-dür, 42-dir. Yenə verilən hissələrin birləşdirilməsidir. 44-də də ortaq hissələri nə edirik? Çıxırıq. Fərqli olan hissələri tapırıq. 45-ci sualda eyni fiqurların sayını tapırıq. Məsələn, burada birinci yerdə yazılan hansı fiqurun sayını göstərir ki, ondan 2 dənədir. Ola bilər kvadrat və yaxud da ki, 6 bucaq. Amma baxıram ki, bu fiqur üçün sayı 4 verilib. Sayı 4 olan nədir? 1, 2, 3, 4 kvadrat. Deməli, 1 kvadratların sayını göstərir. Burada kvadrat nə qədərdir? 1, 2, 3, 4 dənədir. El oldu 4. İkinci, burada sayı 2 olan. Sayı 2 olan hansıdır? Ya kvadratdır, ya da 6 bucaq. Hələ ki bilmirəm. Burada sayı 2 olan ya 3 bucaqdır, ya da 6 bucaqdır. İndi burada kvadratdır dedik. Kvadratdır. İkincidəki burada sayı 2 olan ya dedik 6 bucaqdır, ya da kvadratdır. Onda bu sayı n formasında verilən hansı olacaq? Təbii ki, olacaq 3 bucaqlar. Onların da sayı nə olacaq? Fərqli fiqur yalnız kvadratdır, 6 bucaqdır. Altı bucaqdır və 3 bucaqdır. Bu kvadratdırsa, bu 3 bucaqdır. Çünki sayı 2-dən fərqli olan 3 bucaqdır da ondan 4 dənədir. Bu kvadratdırsa, bu da 6 bucaqlıdır. Deməli, ikinci şəklimizdə bizim bu şəkildə 6 bucaqlardan neçə dənədir? Baxıram, 6 bucaq 1 dənədir. Onda K-nın yerinə 1 yazmış olacağım. Və mən digərlərini də tapmışdım zaten. M-lə L-i. K, L, M cəmini soruşur. K oldu 1, L oldu 4, M oldu 4. Və nəticə 9-u vermiş oldu. Doğru cavab C olur. Deməli, birinci yazılan kvadratların sayını göstərir ki, mən onu ikinci şəkildən təyin elədim. İkinci şəkildə çünki 4 dənə kvadrat var. 1, 2, 3 və 4. İkinci yerdə təyin etmək olmadı.
sayı 2 olan, yəni həm altbucaq ola bilər, həm də üçbucaq ola bilər. Daha doğrusu, altıbucaq ola bilər, bəli, üçbucaq ola bilər. Amma ikinci üçbucaqlar ola bilmədiyinə görə, çünki bu şəkildə 4 dənə üçbucaq var. Burada gətirib onun sayını 2 yazıblar. Deməli, orada altıbucaq olmalıdır. Onda üçüncü yerə də qalan üçbucaq olmuş olur. 47-ci sual. 47-ci sualda yenə ədədlər, fiqurlara sətr üzrə baxmalıyıq. Sətr üzrə eyni bu qırıq-qırıq xətlər hamısında zaten var. Bir dəfə onların içərisində qara fiqur olur. Bir dəfə həm ağ, həm qara olur. Bir dəfə də sadəcə olaraq ağ fiqur olur. İndi burada yenə bu kvadratın içərisində təkcə ağ var, təkcə qara var, həm ağ var, həm qara var. İndi bu kvadratdır, amma qoşa kvadratdır. İçərisində qara var. Daha sonra qoşa kvadratın içərisində həm bu qara var, həm də ağ var. Həm ağ var, həm qara. İndi qoşa kvadratın içərisində nə olmalıdır? Sadəcə olaraq ağ bir fiqur olmalıdır. Qoşa kvadratın içərisində sadəcə ağ fiqur olan C variantında verilib ki, belə bir kvadrat var həmin fiqurların daxilində. Növbəti ağ-qara prinsipidir yenidən. Eyni mövqelərə baxıram. Qara ilə ağ nəticəsi nə verir? Ağ. Qara üstə gələ ağ bizə verir ağ. Ağla qara ağ verir. Ağla qara ağ verir. Ağla ağ qara verir. Və qara ilə qara ağ verir. Qara plus qara bərabər olur ağa. İndi həmçinin burada da qara ilə qara ağdır, qara ilə ağ ağdır, ağla ağ qaradır. Suala tətbiq edirəm. Qara ilə ağ. Qara ilə ağın nəticəsi ağ idi. Bura qara yazıb. Bura qara yazıb. Devə yerlə getdi. Bura ağdır, bura da ağdır. Nəticəsi nə olmalıdır? Qara olmalıdır. Bura gətirib ağ yazıb. C variantı getdi. Bura ağdır. Bura ağdırsa aşağısı da nə olmalıdır? Qara olmalıdır. Buradakı kimi A variantı doğrudur. B yanlışdır. Ağ verilib. Növbəti 51-ci sual. 51-ci sualda qanunauyğunluq nədən ibarətdir? Eyni mövqelərə baxıram. Üçbucaq və dördbucaqdan nə almışıq? Üçbucaq almışıq. Üçbucaq üstə gələk dördbucaq bərabər olub üçbucağa. Sonra dördbucaqla dördbucaq bizə dördbucaq verib. Dördbucaqla dördbucaq verib dördbucaq. Sonra üçbucaqla üçbucaq yenə bizə üçbucaq verib. Baxıram dördbucaqla dördbucaq verib, hamısını ödənir. İndi biz sualların yerinə elə fiqurlar yazmalıyıq ki, bu qanunauyğunluq ödəsin. Gətirib mən bura A variantındakı kimi üçbucaq kvadrat yazsam, nəticəni kvadrat ala bilərəmmi? Axı üçbucaqla üçbucaq bizə üçbucaq verirdi, kvadrat vermirdi. Bu səbəbdən də A variantı ola bilmir. B variantında bura kvadratla üçbucaq yazsam, bura kvadratla üçbucaq yazsam. Mən bilirəm ki, kvadratla üçbucaq bizə nə verir? Üçbucaq verir. Gətirib burada kvadrat yazıb olmaz. C variantında kvadrat yazmış olsa, kvadratla kvadrat bizə, baxın kvadrat yazıb tutaq ki, kvadratla kvadrat bizə kvadrat verir. Yəni ikinci yerdə kvadrat olmalıdır, amma üçbucaq yazıb. Bu variant da getdi. Növbəti nəyi yoxlayıram? Kvadratla üçbucağı. Kvadrat və üçbucaq yazıram. Bu ikisi nə verir bizə? Üçbucaq verir. Kvadratla üçbucaq da üçbucaq verir. Həqiqətən də D variantında üçbucaq ödənmiş oldu. Bu səbəbdən də doğru cavab D variantı olur. Eyni mövqelərdə necə ağ-qara prinsipinə baxırdıq? Burada da o formada ağ-qara prinsipi formasında baxırıq. 52-ci sual. 52-ci sualda burada mövqelərdən biri dayanır. Bu dayanıb. Digər hissə hərəkət edir. Bu hissə dayanıb. Digər hissə budur ki, baxın bu. O özü bir dəfə saat əqrəbinin əksi istiqamətdə hərəkət edir.
Bir dəfə bura gəlir, bir dəfə də hərəkət edib gəlib bununla üst-üstə düşür. Sonra buradan bu mövqe sabit qalıb. Sağ tərəfdə yuxarı küncdə olan bu hissə sabit qalıb. Bu hissə isə hərəkət edir. Bu hissə isə hərəkətdədir. Bir vahid hərəkət edir, gəlir aşağı düşür. Bir vahid hərəkət edib gəlib bu hissəyə keçəsidir. İndi eyni şeyi burada tətbiq edirəm. Görürəm ki, bu hissə sabit qalıb. Dəyişən hansıdır? Deməli, bundan bu üst-üstəymiş əslində. Bundan bu üst-üstəymiş. Bir dəfə gəlib bura düşüb. Bir dəfə də nə olmalıdır? Üst hissə sabit qalmalıdır. Onu burada sabit formada təsvir edirik. Sağ, sol yuxarı keç. Bu hissə sabitdir. Bu hissə də artıq buradan gələcək hansı tərəfə? Bu hissəyə gəlmiş olacaq. Və bu formada bir fiqur alasıyıq. O da C variantında doğru qeyd olunub. 54-cü sual. 54-cü sualda eyni mövqelərə baxırıq. Məsələn, birincidə bu yuxarı gedir, bu aşağı gedir. Bir yuxarı, bir aşağıdır, boş qalıb. Biri yuxarı, bu birisi də yuxarıdır. İşarəsi dəyişib, olub aşağı baxır bu səfər. Deməli, biri yuxarı, biri aşağıdırsa, bunu heç nə yazmıram. Hər ikisi yuxarıdırsa, nəticəsi olacaq aşağı. Bu aşağıdır, bu yuxarıdır, nəticəsi yoxdur. Baxıram, bu aşağıdır, bu da aşağıdır. Nəticə nə olub? Yuxarı baxan. Deməli, iki dənə də aşağı baxanın nəticəsi nədir? Yuxarı baxandır. Biri yuxarı, biri aşağıdırsa, nəticəsi yoxdur, sıfırdır. Yəni, boşluqdur. Burada yuxarıdır, bu da yuxarıdır. Nəticədə nə olub? Aşağı baxan. İndi eyni mövqelərə, bu yuxarıdır, bu aşağı. Nə olacaq? Heç nə olmayacaq. Bu aşağıdır, bu yuxarıdır. Heç nə olmayacaq. Bu yuxarıdır, bu aşağıdır. Yenə də heç nə olmayacaq. Tamamilə boşluq, o da D variantında doğru göstərilib. 56-cı sualda bu düzbucaqlı formasında hissələrə baxmaq lazım. Burada onların sayı sıfırdır. Burada 1-dir, burada 2 dənədir. Biri bu, biri bu. Burada onların sayı 1-dir. Burada 1 və 2-dir. Burada isə bu 2 dənəsinin birləşməsidir. 1 bu, 2 bu, 3 bu. 3 dənə burdadır. 1, 2. 2 dənə burada. 1, 2, 3. 3 dənə burada. Burada isə nə olmalıdır? 4 dənə düzbucaqlı hissə olmalı. Burada hansı ki 1, 2 dənədir. Burada 1, 2, 3, 4 dənədir. Doğru cavab D olur. Burada 1, 2, 3 dənədir. Getdi. Burada 1, 2, 2 dənədir. Burada isə 1, 2, yenə 2 dənədir. Deməli, doğru cavab D variantı olmuş olacaqdır. 59-cu sualda. 59-cu sualda altdakı fiqurlara nəzər yetirəm. Bir dəfə budur. Bu fiqurdur. Birində üçbucaqdır. Birində də bu ox formasındadır. Ox, həmin bu fiqur əyri, sonra üçbucaq. İndi sonra üçbucaq, ox. İndi nə olmalıdır? Belə əyri bir fiqur olmalıdır. Əyri bir fiqur olmalıdır. Ya B variantıdır, ya da D variantıdır. A, Y və C getdi. İndi üstündəki xətlərə baxmalıyım. Üstündəkilər hansılardır? Bir dəfə bu oxdur. Bir dəfə belə saat ox işarəsidir. Bir dəfə də iki tərəfli oxdur. İndi iki tərəfli ox var. Belə ifadə var. İki tərəfli ox var. Bir də bu xətt var. İndi bu xətt var. İki tərəfli ox var. Nə çatışmır? Bir dənə bu oxdan və buradakı oxdan çatışmır. Onu da deməli harda göstərilib? D variantında doğru göstərilib. Bu var idi. İkinci dəfə yazmağa ehtiyac yoxdur. Çatışmayanları yazmalıyıq da biz bu səbəbdən. 60-cı sual məsələn. Üstdəkilərə baxın. Saçların sayını 3-dür. 1-dir, 2-dir. 2-dir, 3-dür, 1-dir. İndi burada da 1-dir, 2-dir. 3 dənə saç olmalıdır. B variantı və A variantı gedir. İçərisindəkilərə baxıram. İçərisindəkilər 2 dənə ağ, 1 kvadrat məsəl üçün. 2 ağ, 1 kvadrat. 2 ağ, 2 dairə, 1 kvadrat. 2 dairə, 1 kvadrat. Bu var.
Növbəti 2 qara dairə, 1 üçbucaq. 2 qara dairə, 1 üçbucaq, 2 qara dairə, 1 üçbucaq. Bu da var. Bəs nə yoxdur? Dairə, ağ-qara dairə, qara üçbucaq, ağ-qara dairə, üçbucaq. İndi nə olmalıdır? Qara dairə, ağ dairə və üçbucaq. Bu da qara dairə, ağ dairə, üçbucaq. Görürəm ki, hamısının içərisində nədir? Var. Hamısının içərisində var. Amma buradakı nədir? Burada qara üçbucaqdır. Görürəm ki, burada gətirib ağ üçbucaq yazıb. Burada da, burada da. Ona görə D və Y variantları yanlış olur. C variantı tamamilə doğru variant olmuş olacaqdır. Sonra nə edir? Baxaq məsələn 68-ci suala. 68-ci sualda müxtəlif fiqurlar var. Müxtəlif fiqurların olmasının sayı onların tərəflərinin və yaxud da ki, xətlərinin sayı ilə bağlı nəsə bir qanunauyğunluq deyə bilər bizə. Xətlərin sayını yazsam, burada 3 xət, 3 xət, 4 xət, 4, 4, 4, 5, 5 xət, 5 xət, 5 xət, 6 xət, 6 xət, 6 xət bilmirəm, 7 xət bilinmir. Burada sətr üzrə baxsaq 3, 4, 5, 6, 4, 5, 6, 7. 3, 4, 5 burada nə olmalıdır? 6 olmalıdır. 4, 5, 6 burada nə olmalıdır? 7 dənə xətti olan bir fiqur. 6 və 7 dənə xətti olan fiqur lazımdır ki, baxın bu 1, 2, 3, 4, 5, 6. 6 xətti var. 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə xətti var. Doğru cavab məhz C variantı olmuş olur. Baxaq məsələn 73-cü suala. 73-cü sualda sətr üzrə baxanda fiqurlar fırlanır və yerlərini dəyişir. Məsələn, buradakı bu formaya buna baxıram. Bunun daxilində verilən bu diaqonal bir dənə fırlanır, yəni diaqonal fırlanır. Yerini bu formaya dəyişir, gəlir bu formaya düşür. Deməli, bu burada təsvir olunur. Bir dəfə də fırlananda gəlib bu formaya düşür. Həmçinin də digərləri. Bu hissə bir dənə fırlanır, sadə qələb istiqamətində bu formaya düşür. Bir dəfə də fırlanır, bu formaya düşür. Həmçinin də aşağıdakı bu fırlanır, bura düşür. Yəni bu hissədə idi. Keçdi sol hissəyə, sonra sol yuxarıya keçdi. Formada hərəkət edir. Həmçinin aşağıdadır. İndi suala tətbiq edirəm. Bu hissə bir dənə hərəkət edir. Bu qara kvadrat sol yuxarı küncdədir. Bir dəfə aşıranda hara keçəcək? Sağ yuxarı küncə keçəcək. Burada aşağıda keçdi. Burada aşağıda getdi. A, C və Y variantları qalır. İkinci hansı hissəyə baxıram? İkinci baxış məsələn bu hissənin hərəkəti. Bu hissə burada düşənir. Bir dəfə aşıranda gəlib hansı vəziyyətə düşəcək? Gəlib düşəcək. B variantı, A variantı yazılır. Hansı hissənin? Birinci hissəyə baxırıq. Bunda doğru formada biz olmuş. Və ağ hissələr var. Rəngli hissələrin sayını yazmaq bizə nəsə kömək olur. Burada bir rəngli 3 dənə və burada 3 dənə rəngli hissə var. Bunları da saysaq 9. Burada 4, burada 2, burada 1. Burada isə 8. Burada 2, sual və 2. Burada isə 12 dənə hissə var. Əgər sətr üzrə baxsam, həmçinin burada getdi. 2, 4, 6, 8. Burada 2, 4, 6 dənə hissə var. Sətr və ya sütun üzrə baxmış olsaq əgər, sütun üzrə cəmlərdir, sətr üzrə isə hasillərdir. 1, 3, 3 ədədinin hasili 9-u verir. 4, 2 və 1-in hasili 8-i verir.
2x və 2-nin həsili 12 verirsə, buradan x 3-ə bərabər olur. Deməli, həmin xananın içərisində olan rəngli kvadratların sayı 3 dənə olmalıdır. Bu da B variantında verilib. B variantında doğru verilib. Həmçinin baxırıq 77-də Ağ-qara prinsipidir. 78-də bir hissəyə görə tapmaq olur. Dərəzlər də sanki bunun ayağında xətt yoxdur. Burada 2 dənə xətt var, burada 3 dənə. Burada 2 dənə, 3 dənə və yoxdur. Burada 3 dənə də yoxdur. Nə olmalıdır? 2 dənə xətt olmalıdır. Burada 3 xətt var, burada 3 xətt var, 3 xətt, 3 xətt var, 2 dənə xətt olan bir dənə D variantıdır. Həmçinin o birisləri də fiqur. Fiqurların sayına görədir. Fiqurların sayını əsasında da tapmaq olardı. Sonra 79-cu sualda neyinir? 79-cu sualda sütun üzrə baxanda birinci və birinci sətirdə birinci, ikinci sətirdə isə axırıncı xananı atır. Növbəti neyinir bundan sonra? İkinci və ikinci sətirdə birinci və ikinciləri atır. Bunlar boş qalır. Digər üçün yoxlayıram. Buranı və buranı. Həqiqətən atdı üstün üzrə baxanda. Sonra da bu ikisini yoxa çıxartdı, aşağıdakı qaldı. Neynəməlidir? Bu ikisini yoxa çıxarıb həqiqətən də belə bir hissə qalır. Sonra nə etməli idi? Ortadakı bu ikisini itirməli idi. Nə qalır? Belə bir çarpaz formada kvadratlar qalmış olur. O da D variantında doğru qeyd olunub. 80-ci sualda güzgü əksidir. Fiqurlarsa bir-birinin güzgüsüdür. Bunu böləndə 1-dir. Buradan aşağı böləndə 2. Buradan böləndə 3. Buradan bölsəm bu formada. Bu olur 4. Bu olur 5. Bu da olur 6. Bu olur 7. Bu olur 8. Bu da olur nə? 9 olacaq. Deməli 9 və onun nəyi? Güzgüsü. Güzgüsü də bu formada qeyd olunmalıdır. Bu da B variantında doğru təsvir olunub. 81-də qanunauyğunluq nədən ibarətdir? Orada qanunauyğunluq bundan ibarətdir ki, hər dəfə bu balaca olan xətt sağ və sol hissələrdə bir vahid hərəkət edir. Bu bir vahid hərəkət edir, gəlir bura, yuxarı. Bu da bir vahid hərəkət edir, gəlir, düşür aşağı. Sonra bu yenə bir yuxarı hərəkət edib bura qalxacaq. Bu da bir düşüb gəlib bura düşəsidir. Sonra buradan gəlir bura, sonra keçir bura. Bu birisi nə edir? Yuxarıdan düşür ortaya, sonra da bir aşağı gəlir. İndi bu tərəf üçün yoxlayıram. Buradadır. Hara gəlməli idi? Ortadakı xəttlər zaten sabit qalır. Bu xətt aşağıdan hara gəldi? Ortaya gəldi. Sonra da yuxarı qalxıb. İndi növbətisində buradakı xətt gəlməlidir ortaya, buradan da aşağıya gəlməlidir. Deməli, ortada belə bir hissə alınmalıdır. Bu da Y variantında doğru formada verilib. Sonra 84-ə baxaq. 84-də nə edir? 84-də fiqurları bir-birinin daxilində yerləşdirir. Boz formada sütun üzrə baxanda boz formada verilən fiqur böyük qalır. Sonra yuxarıda bu bir deyək də, birinci verilən fiqurlar gətirib daxilə yazır, balacaladır və oxları da orada saxlayır. İndi sual hissəsində də beşbucaqlı